Xaricə köçərkən çamadanınızda unutmamalı olduğunuz əşyalar. Biraz ağır olacaq, amma mən bura ilk köçəndə yataqxanada qalmışdım. Yataqxananın birinci mərtəbəsində ütü var idi, amma onu da icazəli bir şəkildə 4 mərtəbə aşağı enib çıxıb gedib götürməkdənsə, özüm demişdim ki, yaxşı ki mən ütümü gətirmişəm, mənim artıq ütüm var idi. Bir də əlavə olaraq saç feni gətirmişdim. Bunlar biraz ağır kateqoriyasına girsə də, saç fenimi özümdən ayıra bilmirəm, ona görə fenim və ütümü gətirmişdim. Siz də istəsəz gətirə bilərsiniz. Əgər gətirmirsinizsə, problem deyil. Polşaya çatan kimi burada lombardlar var. Hansı ki, orada müxtəlif cür ikinci əl əşyaları görə bilərsiniz. Bəzilərində hətta birinci əl təzə əşyalardır. Onlardan ucuz bir qiymətə ala bilərsiniz və yaxud da ki, mənim kimi bura gələndə bütün ehtiyaclarınızı Temudan və yaxud Shein-dən zakaz edə bilərsiniz. Daha sonra mən yataqxanaya gəldiyim üçün özümlə mütləq bir dəst pastel və dəsmal götürmüşdüm. Bunu çox yaxşı eləmişdim, çünki biz yataqxanaya gələndə bizə pastel falan heç nə vermədilər. Hətta yəni ilk gün mən gələndə bazar günü idi və heç bir mağaza açıq deyildi. Yəni çıxıb hər hansı bir yerdən pastel belə ala bilməyəcək. Amma gəlib burdan sonra Pepkodan və sair kimi mağazalardan da ala bilərsiniz. Amma pastel tipli əşyalar burada çox-çox bahadır. Qazanlar da biraz bahadır. Ona görə bura gələndə ilk alacağınız şeylər onlardırsa, biraz pul ayıracaqsınız. Geyimlər olaraq ikinci çamadana keçək əgər. Geyimlərinizi sadəcə gəldiyiniz fəslə uyğun gətirməyə diqqət edin. Çünki əlavə geyim yığmaq, yəni mənasızdır. Bura gəldikdən sonra zaten gördüyünüz bir-iki yerlərdən alacaqsınız. Mütləq gələrkən çox gəzəcəyinizi nəzərə alın və rahat 2 dənə ayaqqabı qoymağı unutmayın. Mən məsələn balaca xatirə əşyalarım olan bir qutum var. Onu da mütləq gətirmişdim. Burada olanda ilk zamanlar çox tək hiss eləyəcəksiniz özünüzü. Ona görə məsələn özünüzü komfort zonanızda hiss edə biləcəyiniz hər hansı bir kitabınız və ya xatirə əşyanızı gətirməyi də unutmayın. Düşünürəm ki, bu qədər bəsdir. Seriyanın ikinci hissəsində isə gəldiyiniz ölkədə almalı olduğunuz ilk 10 əşyanı deyəcəm. Sağ olun.